Başlayan ve mehriban olan Allah'ın adıyla. Bu günləri dostlar istəyirəm sizlər üçün maraqlı bir əhvalat nəql edəm. Amma bu əhvalatı nəql etməmişdən öncə istəyərdim kiçik bir müqəddimə ərz edəm. Bu müqəddimə bundan ibarətdir. Tövhidin bilirsiniz ki qismləri və növləri vardır. Bu qismlərdən biri də əfali tövhiddir. Əfali tövhid adətən peyğəmbərlərdə və din rəhbərlərində və xüsusi möminlərdə olur. Əfali tövhid nədir? Əfali tövhid budur ki, insan bütün işlərində Allaha təvəkkül edir. Baş verən hadisələrin və yaxud baş verəcək hadisələrin hər birində müstəqil olaraq Allahı bilə və bu səbəblərin hər birini Allahdan bilə. İnsan Allahdan başqa qeyri-pənah yeri tanımaya. Kömək diləyəcəyi yer, pənah aparacağı yer, təvəkkül edəcəyi yer yalnız və yalnız Allah olur. Mən burada istəyərdim ki, sizin diqqətinizə bir əhvalatı nəql edəm. O da İbrahim Əleyhisselamın əhvalatıdır. İbrahim Əleyhisselamın haqqında nəql edirlər. Bir Babilin bütpərəst müşrikləri təslim olmayıb. Onlarla mübarizəyə başlayandan sonra İbrahim Əleyhisselam onlar bir müddət xəlvət günlərin birində Babilin bütxanasına daxil olur və bütün bütləri sındırır. Bütpərəstlər şəhərə qayıtdıqdan sonra görürlər ki, bütün bütlər sınıb və şəhərdə yalnız İbrahimin qaldığını bilirlər. Bu zaman İbrahimə yaxınlaşıb ondan bu haqda soruşurlar və peyğəmbər olduğunu da bilirlər. İbrahim Əleyhisselam onlara aydın və güclü və məntiqli dəlillər gətirib onları süst vəziyyətə salır. Bu zaman onlar İbrahimin məntiqi qarşısında aciz qaldıqlarına görə Nəmrud və ətrafında olanlar deyirlər ki, əgər tapındıqlarımıza yardım göstərmək istəyiriksə, onları xilas etmək üçün İbrahimi gərək odda yandıraq. Bu zaman İbrahim Əleyhisselam üçün çoxlu odun toplayırlar və böyük bir tonqal qalıyırlar və İbrahimi odun içine atmağa hazırlaşırlar. İmam Baqir Əleyhisselamdan belə bir hədis var. Buyurur ki, İmam Baqir Əleyhisselam buyurur ki, o gün Həzreti İbrahim ki, odun içine atılan gün ancaq bu sözləri nəql edirdi. Ya Əhədu, ya Əhədu, ya Səmədu, ya Səmədu, ya mən ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Bunu deyəndən sonra bütün vücudu ilə Allaha təvəkkül elədi. Bu zaman elə Allaha etimad və Allaha elə təvəkkül elədi ki, Allahdan heç kəsə qeyri, heç kimə əl açmadı. Ancaq və ancaq təvəkkül Allaha oldu. Bu zaman Allahın müqərrəb mələyi olan Cəbrail İslam yerə indi. İmam Sadiq İslam buyurur ki, dedi, Cəbrail göydən yerə indi və onu müşahidə edir və bu zaman İbrahimə dedi, bir istəyin varmı? İbrahim cavab verdi ki, səndən xeyr. Həzrət İbrahim Əleyhisselam bu sözü elə bir səmimi qəlbdən dedi, qəhrəman ruhunun gücü ilə, tövhid ruhunun gücü ilə elə bir sözlə dedi ki, sənin heç bir köməyimə mənim ehtiyacım yoxdur. Mən bu imtihanların hər birini Allah üçün verirəm. Bu zaman Allah Teala ona qeybi yardımlarını göstərdi. Bu qeybi yardımları sayəsində deyirlər ki, Allah Teala o da əmr etdi ki, soysun. Ateş elə soydu ki, İbrahim Əleyhisselam başladı o ateşin içində soymağa, dişlərini bir-birinə qıcımağa və bundan sonra bir də Allah Teala o da əmr elədi, İbrahim Əleyhisselamı salamat elə. Salamat elə, onun üçün salim ol. Və o da həm İbrahimi salamat elədi, həm də onu qorudu. Cəbrail Əleyhisselam isə aşağı enib, odun içərisində əyləşib, İbrahim Əleyhisselamla söhbətə başladı. Baxın əzizlərim, məqsəd nədir? Məqsəd budur ki, insan elə bir tövhidin mərtəbəsinə gəlib ucala bilər ki, bəzən görərsən ki,
Allahın müqərrəb mələikəsi, Allahın müqərrəb mələkləri insanla gəlib söhbət edər. Müminə təsir edə bilər. Bax, bu insanın mənəvi gücünün, iman gücünün, ləyaqətinin göstəricisidir. Allah Teala bizi də iman yolunda sabit qədəm etsin.